Mütləq. İştah qaldırmaq olacaq, mütləq qüvvədir. Yoldaş kürəyini alıb aparmaq. Mütləq qüvvə. Qüvvənin neçə növ var? Yəni, qüvvə. Şahmat idman oyunda mərkəzi xanalar hansılardır? 4-5. İlkin vəziyyətdə hərəkət edən fiqurlar hansılardır? Qüvvə ilə Aha. Basketbol idman oyunda hər qeyri-idman falanlarına neçə sərbəst atış verirlər? 2. 2 dənə sərbəst atış verilir. İnternetə yaxın yerdə ol. 2 dənə Var. sərbəst atış verirdilər. Hər sərbəst atışımıza neçə xal verirdilər? Sərbəst atışla müəllim xal deyəndə o düşməyinə baxır. Düşəndə bir xal verirlər də sərbəst atışa. Super. Bəli. Yaxşı. Futsal idman oyunda mərkəzdən birbaşa top zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olduqda oyun hardan başlayır? Rəqib küçə. Küçdən zərbədən hər kəs neçə metr məsafə gözləməlidir? Küçdən zərbədən 5 metr. ISO. Küçdən zərbədən, Küçdən zərbədən 5 metr. Yan xəttdən atılan top əllə atılır da ayaqla. Ayaqla. Handbolda 100% qolun qarşısında alındıqda oyun hansı zərbə ilə bərpa olunurdu? 7 metr deyil. Xarici müqavimət dəf etmək, ona qarşı dayanmaq bacarığı. Xarici müqavimət dəf qüvvə. Uzun müddətli işin sonracığının başa çatdırılması. Dözümlük. Dözümlükdür. Sürətə daxil olan hərəkət qabiliyyətlər. Sürətçiz qüvvə, çeviklik. Çeviklik hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Çeviklik hansı hərəkət qabiliyyətlə əlaqəlidir? 25456, 12, 13. Bir sürətlə bəq. ISO sürətlə, bəqlə əlaqəlidir. Yaxşı, sən mənə də görüm qardaş belə deyək də hansı hərəkətlərin bəqin kifayət qədər olmaması hansı hərəkət çətir? Koordinasiya ilə ayrılmaz bir hissə təşkil edən nədir? Tenis topunun atılmasına neçə fazası var? 4. 4. Qatış neçə metr təşkil edirdi orada? Qatış neçə metri? 10-12 metr. 10-12 metr. Minimum vaxtda maksimum qüvvə təzahürünə hansı hərəkət qabiliyyət deyirlər? Sürət güc. Sürət güc. Hərəkətlərin qısa vaxt ərzində başa çatdırılması hansı hərəkət qabiliyyətdir? Yerindən uzunluğa tullanma hansı hərəkət qabiliyyətinin diaqnostik və BSG kimi istifadə olunur? KSG kimi istifadə olunurdu? Nə kimi benim? KSG kimi istifadə olunurdu? Yerindən uzunluğa tullanma KSG. BSG yerindən uzunluğa ISO, tullanma. BSG və diaqnostikdir. Biz deyirdik ki, bizim neçə hərəkət qabiliyyətimiz var ki, onların diaqnostiki KSG zamanı istifadə olunmur. Diaqnostiki. Bax, diaqnostiki KSG kimi hesab olunmayan, müəllim deyim də, yerindən uzunluğa tullanma sürət gücdədir, çeviklikdədir. Ondan sonra bir də dözümlükdədir. ISO 6 dəqiqəlik qaçışdır, düzdürmü? Bəli. Yaxşı, bəs bizə sual düşdü ki, BSG-si KSG zamanı istifadə olunmayan neçə hərəkət qabiliyyət var? BSG-si də KSG kimi olmayan yenə sürət gücdür. Bir də? Ondan sonra çeviklikdir. Sonra gəldik nə? Bəs BSG-si siniflərə görə dəyişən hərəkət qabiliyyət hansı idi? BSG-si siniflərə görə dəyişirsə sürətdir. Boy? KSG-si dəyişir siniflərə görə. KSG hamısında dəyişir 90%. Müəllim dözümlükdür. ISO dözümlükdədir. 6 dəqiqəlik qaçış BSG idi, DSG? 6 şeydir müəllim. 3-cü DSG. ISO oldu, DSG.